Hər birinizə salam dostlar. Bu günlər sizlərlə bir yerdə yeni il üçün Bakıya gəzintiyə gəlmişik. Burada qardaşım sizə salam verməyə çalışır. Sıçan kimi ortadan çıxır yenə. Bacım isə burada sizə mənzərəni danışır. Gördüyünüz kimi hər yer yaşıllıqdır. Qardaşım hələ də əl sallayır. Ona da bir salam versəz yaxşı olar. Bacım isə burada sizə mənzərəni göstərir. Gördüyünüz kimi çox gözəl mənzərə var. Biz burada gəzirik. Qardaşım oradan qotazı götürür, şişkanı götürür, atır göyə. Sonra qardaşım yenə gəldi, əl salladı. Yenə şişka götürüb atacaq. Gördüyünüz kimi atdı. Ayağı ilə Cristiano Ronaldo kimi qəşəng bir qol atdı. Yaxşı futbolçu ola bilər qardaşımla. Qardaşım yenə burada əllər geriyə gedir. Sumkasını düşürtməyə çalışır. Biz isə burada turluyuruq. Artıq gəldik bulvara çatdıq. Biz bir bulvarda da gəzinti edəcəyik. Gördüyünüz kimi hər yer çox gözəldir. Orada mənzərə var. Mən isə burada sizə dənizi, mənzərəni danışıram. Qardaşım da sizə dəniz, mənzərəni öz haqqında fikirlərini bildirir. 3 alov gülləsi gördüyünüz kimi, burada isə yenə yaşıllıq, ağaclar və mənzərələr var. Turluyuruq biz burada. Qatar gəldi. Gördüyünüz kimi Bakını turlamaq üçün qatar var. Qardaşım ona da əl salladı. Biz Bakıya metro ilə gəlmişik. Çox gözəl oldu. İlk dəfə mən metroya minmişdik biz. Həqiqətən də gözəl idi. Çox da tez çatdıq. Burada yenə gəzi turu eləyirik. Mən o tərəfə baxıram. Qardaşım bilinmir hardadır. Birazdan sıçan kimi ortadan çıxacaq. Baxın, gördüyünüz kimi çıxdı yenə. Bacım isə nə danışır heç özü də bilmir. Qardaşım yenə ortaya çıxdı. Heç nə deməyə ortaya çıxır yenə. Gəzirik burada. Bəli, burada isə Xəzər dənizi göstəririk. Bilirsiniz ki, Xəzər dənizi dünyanın ən böyük gölüdür. Su sahəsi çox olduğu üçün Xəzər dənizinə dəniz deyə adlandırıblar. Burada gördüyünüz kimi martılar uçuşurlar, quşlar, martılar. Burada isə mənzərə var. Hər yer çox gözəldir. Quşlar gördüyünüz kimi çox qəşəng uçur. Qardaşım yenə oradan başını çıxartdı ki, quş gəlib qonsun ona. Xəzər dənizidir, çox gözəldir. Bəli, burada isə yenə mən sizə mənzərəni, Xəzəri haqqında məlumatlar verirəm. Bacım da həmçinin eləyir, məlumat verir. Burada isə kaktuslar var. Burada isə bəzi kaktuslar var. Gördüyünüz kimi yekə ölçüdə, balaca ölçüdə çoxlu kaktuslar var. Hamısı isə qorunub saxlanır burada. Gördüyünüz kimi uzun kaktus, balaca kaktus. Burada isə Azərbaycanın bəzi bölgələrindən olan, məsələn Şahdağ və s. kimi yerlərdən heyvanlar və mənzərələrini göstəriblər, gəzməli yerlərini göstəriblər. Gördüyünüz kimi hamısı haqqında da qıraqda balaca məlumatı veriblər, hansı bölgədən olduğunu. Gördüyünüz kimi heyvan, tülkü, mənzərə, gül, orada məşhur olan heyvanları, gəzinti yerlərini, güllərin hamısını bir-bir göstərirlər. Mən də sizə həmin o haqqında məlumatları ötürürəm. Gördüyünüz kimi böyük bir dağlıq var. Heyvanlarını da göstərirlər ki, məlumatlanasınız həmin bu bölgə haqqında.
Qıraqda isə sizə balaca məlumatların ötürüblər. İngilis dilində, rus dilində, Azərbaycan dilində ki, turistlər də gəldiyində oxuya bilsin. Azərbaycanın məşhur yerlərindəki bölgələrindən onlar da faydalana bilsinlər. Qardaşım burada başa düşürmüş kimi oxumaq istəyir. Gəzirik burada. Gördüyünüz kimi, baxın, Hirkandan milli parklarından göstərirlər hər yerin. Qısacası burada milli parklarından danışırlar, həmin o bölgələrin. Bacım və mən bunların hər birini araşdırırıq ki, nədir, nə deyil. Həm də ki, biz evə qaydanda gördüyünüz kimi qatarla gəldiyimizdə qatar yolunu tapanda azmışdıq. Bir çox bölgəyə gəlmiş. Gördüyünüz kimi biz burada kürəyin içərisinə girmişik. Necə çıxacaq sizcə biz buradan? Gördünüz? Necə çıxdıq, necə də girmişik. Qardaşım hər yerdən başı görsənir, amma heç bir faydası da yoxdur. Bu isə yeni ildə dekor kimi qoyulub ki, insanlar girib burada şəkillər çəkə bilsinlər. Qıraqda isə yenə quşlar və Xəzər dənizi görsənir. Gəzirik və mən sizə həmin o haqqında məlumatları yenə də ötürürəm. Dağda isə bir başqa mənzərə və binalar, ağaclar görsənir. Bura isə mənzərədir. Sonra biz yenə gəldik. İsti əllər, soyuq əllər, isti ürəkə gəlib çatmışıq artıq. Qıraqda dekorlar, yeni il üçün dekorlar qoyulub yenə. Hər birinə aid. Burada da yenə mən sizə mənzərənin haqqında danışıram. Gördüyünüz kimi çox gözəldir. İşıqlar artıq yavaş-yavaş yanmağa başlayırdı. Həmişə gəldiyimiz yerlərdən biridir bura. Gördüyünüz kimi yeni dekorlar girişi belə bəzəyiblər orada dekor üçün. Yanlarda şəkil çəkmək üçün çox gözəl yerlər var burada. Orada isə gördüyünüz kimi 2026-nın ilk konsertini verirlər orada. Hər yerdə belə kafelər, gəzmək üçün yerlər var. Burada isə yenə biz gəzirik, bacımlar bir yerdə ətrafa baxırıq. Uşaq imkan vermədi bizi çəkiliş etməyimizə deyəni biz kənarda gözlədik. Amma yenə təzədən bir dənə adamlar gəldi, uşaq gəldi. Burada isə gördüyünüz kimi qırmızı qatar hər yeri turuluyur. Qardaşım yenə çıxdı bilinməyən yerdən. Məktəb uşağı kimi dalına sumkanı ilişdirib gəzir. Yanında da ona dostluq etmək üçün bir qız çıxdı sumkalı. Qardaşım yenə harasa getdi, arayış eləmək üçün. Hər şeydən başı çıxır, mühəndisdir bildiyimiz kimi. Görürsünüz, hər yeri araşdırır ki, xarab nəsə varsa düzəltsin. Gördüyünüz kimi hər yerə baxır. Mən və bacım yenə gəzirik. Bəli, biz artıq giririk içəriyə sizi göstərməyə. Gördüyünüz kimi çox gözəldir. Qardaşım yenə çıxdı.
Kənarda gördüyünüz kimi evlər, balaca kafe yerlər var. Orada nəsə satırlar orada. Hər istədiyiniz yeməli şeylər satırlar, oyuncaqlar, hər şey satırlar. Qardaşım girdi oradakıları salam verməyə. Özü çox mərhəmətli insandır. Mən isə burada sizə həmin yeni bölgə haqqında məlumatlandırıram. Gördüyünüz kimi işıqlar çox gözəl görsənir. Bacım da mənim yanımda dayanıb, mənlə gəzir, danışır. İşıqlar su damcılarına oxşuyur gördüyünüz kimi. Qardaşım. Burada isə yolka var. 2026-nın yolkası buradadır. Kənarda isə alov qüllələri. Gördüyünüz kimi həmin o balaca evlər oradadır. Mən burada sizə mənzərədən danışmağa doymamışam gördüyünüz kimi. Hər yer gedəndə mənzərə danışıram mən. Videonun sonlarına yaxınlaşdıq. Gələn səfərki videolarımızda görüşərik. Sağ olun. Biz də burada sizdən sağollaşırıq. Görüşərik.